Elə bir ki, toyda qadınları bəyənən xalalar digər toplumlarda yoxdur. Xüsusilə fikir verin, toy ortamında bir qız seçirlər öz uşaqlarına. Eyni şey Avstraliya yerlərində keçərlidir. Avstraliya aborigenləri ildə 1-2 dəfə birləşirlər. Yəni bütün tayfaların insanlar gəlir və bir-birlərini tanıyırlar. A, mənim belə qohumum var imiş. A, mən belə bir insan var imiş. Avstraliya qitəsində. Beləcə öz uşaqlarını böyük tanıyırlar. Həm statusunu xatırladırlar ki, səndən böyükdür, iyerarxiyanı qoru. Həm də ki, oğullarına qız seçirlər. Yəni hamı bir araya gəlir, əxlaqlı formada, yəni mənəviyyatı itirmədən, kiməsə sataşmadan, yəni hansısa bir oğlan özündən çıxmadan ona qız seçir ki, "A, buna bax, sənə uyğundur. Buna bax, sənə uyğundur. Bundan qohumluq qura bilərik." Yəni Avstraliya aborigenlərində də bu var. Azərbaycanda isə bu çox vaxt toy mərasimində olur. Çünki toy bir insanın yeni bir kimlik əldə etmə prosesidir, ritualıdır. Ona görə gözləyirlər ki, yeni uşaq doğulsun və bu yeni çıxacaq bir adam, yeni çıxacaq bu bəy bütün cəmiyyətin qarşısında bəy elan olunmalıdır deyə bizim toylar bu qədər böyük olur və orada da təbii ki, qız tapmaq daha asandır.